Uşaqları qırdım, bura gəldim. Bəs incimədilər Yox, ki. inciməzlər. Sabir nəsə sifət elədi biraz. Niyə? Nə bilim, başladı demək ki, bizi qoyub gəlirsən qızla görüşməyə. Çox şirinsən, Rasim. Nəslin dişiri. Təbii ki, hər zaman ön planda mən olmalıyam. Salam, buyurun, bu da sizin menyunuz. 5 dəqiqə sonra yadınıza düşdü ki, menyunu gətirmək lazımdır. Çox üzr istəyirəm, biraz gec gətirdim. Üzr istəmə, işimi gör. Oldu, baş üstə. Vızqırt buradan. Çox sağ ol. Harada qalmışdıq? Ha, elə bunu deyək. Yaxşı, bəs mən ilk dəfə gələndə haram diqqətimi çəkdi. İlk dəfə? Amma düzünü dinə. İlk gözümə çarpan memelerin oldu. Məndə hamısı təbiidir. Başqaları Buyurun. kimi silikon Hə, qaydırmıram. Başa düşmədim. Bu nə deməkdir? Sudur da. Şş, deyişək. Camaat var. Tez ol. Aha, buyurun. Bax, görürsən Çox bunu. üzr istəyirəm, Ha, indi nə stəkanınızı gözəl. dəyişərik. O sənin pamadavın izdaxı. Əgər mən bir də özümə qarşı belə bir hörmətsizlik görsəm, Xanım. bu stəkanı gündəyməyən yerində Çox üzr itirəcəm. istəyirəm, həqiqətən. İndi bunu sənə itələməmiş, dur get buradan. Baş üstə. İndi sizin üçün təzə stəkan gətirirəm. Ay, təşəkkür eləyirəm. Təbii gözəlliyindən danışırdı. Nigar, o sənin pamadavın iziydi axı. Nə oldu, birdən-birə niyə dondun? İndiyənə kimi. Nigar, Hani heç kim belə alçaltmamışdı. onu demək istəmirdim. Sapsantın yanında. Mən alçaltmadım axı səni. Alçalda da bilməzsən. Alçaltmadım İndi axı. gey bu Nə arsanla təklif var, evlənərsən. O məmələrinə toxunarsan. Mən tualetə gedirəm. Yaxşı. Bağışlayın. Bağışla. I do apologize this time of year. Nigar, Rasim. Nigar. Rasim hardasan? Kaçıbdır bax. Duranam səni. denən ona soxsun. Özüm ölüm, mən də biyabır oluram. Nigar, Rasim. Nigar. Hardasan Buradayım da. Rasim. yuxarı bax da. Rasim. Nigar. Rasim. Bura bax. Rasim. Nigar, Rasim. Nigar, Rasim. Nigar. Rasim. Nigar. Geç qızı, geç. Niyə təzdən dalı qayıtdın? Siri, Rasimə zəng Sən nə vur. gic adamsan. Nigar. Alo Rasim. Ay qız, başın xarabdır, sənin dəli olmuşsan. Hardasan Rasim? Səni tanıdığım gün başıma daş şey. Üstümə nöş qışqırırsan. Xıyarsan sən. Telefonu bu dəqiqə Rasim. alıb sokacağım bir yerə. Rasim. Nigar, Tutmaz buradayım. bari, görsən sevgilimi axtarıram. Rasim. 4-cü sıra 6-cı stol. Ne bozarsan üstüme? Bağışlayın. Tuvaleti tapa bilmədim. Ben de beynim geç. çöndü. Dedim qaqa sənsən. Siz gözləyin. Başa düşmədim. Gözlüyü nə deməkdir? Hal-hazırda içəridə yer yoxdur. Əvız başqa da içəridə yer yoxsa bu mənim problemim deyil. Sevgilimi yığışdır. Mən zibildə elə məni yığışdırsan. Bax Nigar, bizim kimi hamı sırada dayanıb gözləyir. Yer olsa buraxacaqdı içəri. Yox. Bu orangutana oxşayan bizə yalan danışır. Bax bu boyda cəmdə niyə Bəsdir. durub sənə yalan danışsın? Çünki mən belələrini çox görmüşəm. Yalandan o basırlar. Üzr istəyirəm qardaş, elə demək istəmədi. Elə tam olaraq onu demək istədim. Bunun kimi ağraşları çox görmüşəm. Mənə nəzərdə tutur. Harda çuşqa var, gəlir məni tapar. Yaxşı. Çox da ağzımızın suyu axırdı axı sizin klubçum. Klubumuz dəysin başımıza. İşte yaxşı, sakit ol. Ne bomba şeydi ala necəsən Zeynə? Ey, pesilər, bu dəqiqə sevgilim sizi baş göz eləyəcək. Nə deyir ola bizə? Budur sən sevgili. Hədi, mənim ucu kimdir? İndi Rasim səni döyə-döyə həyatı başa salanda ağlı başına gələcək. Nigar, bunlar məni doğduğum yerə Sən göndərərlər. sakit dur, bu pesilərin cavabını vermək Sizlə deyil. lazımdır. Nə deyirsən, az dişovka? Şimala çıxdı qabağa görənək. Bugün məni döydürməsən əl çəkən deyilsən də. 4 dənə kişinin payını verə bilmədin. Pox torbası kimi sürdülər səni yerdə. Hamısı sənə görə oldu. Özünü düşük kimi aparırsan çöldə. Çox pis qışladım. Rasim, dırnaq ustam bugün dırnağımı uf elədi. Mən ondan dalaşdım. Nigar, səndən ciddi danışmaq istəyirəm. Xahiş edirəm, diqqətlə mənə qulaq as. Aha, yaxşı. Səni həqiqətən çox sevirəm. Amma axır vaxtlarda yola getmədiyimizə görə düşündüm ki, ayrılsaq bizim üçün daha yaxşı olar Başa düşürəm səni Rasim, mənim üçün bir problem yoxdur. Bir dəqiqə deyən ciddisən? Həri. Yəni ağlayıb yox, ayrılmazat deməyəcəksən? Aman tanrım, dəlisən sən Rasim. Ayrılmaq istəyirsənsə bu təbii ki sən verə biləcəyin qərardır və mən sənin fikirlərinə hörmətlə, izzətlə, ehtiramla yanaşıram. Bəs pis olmadın? Yeah. Yəni indi sakitcə çıxıb gedə bilərəm? Yaxşı. Açığı heç belə gözləmirdim. Özündən müğayət ol. Rasim.
Ayrılma səbəbi nədir? Nə? Əgər məndən ayrılırsansa, onda məndən bağlı bütün problemləri deməlisən. Nə bilim, yəni axır vaxtlarda dostlarımla görüşməyə ümumiyyətlə icazə vermirdin. Demək olar hər gün bir yerdə Saxla olurdu. bir dəqiqə. Demək istəyirsən ki, mən səni çox sıxırdım. Yo, Nigar, mən elə demək istəmirdim. Sən məni ümumiyyətlə sıxıb eləməmisən demək olar. Amma dediyindən elə başa düşdü. Məncə sən bu dəqiqə əsəbisən deyə elə düşünürsən. Mən əsəbi deyiləm. Mən bu dəqiqə özümü çox yaxşı hiss edirəm. Mən səni sevməkdən başqa nə etməmişəm. Yox, sən məni sevməkdən başqa heç nə eləməmisən. Demək istəyirsən ki, mən səni heç nə eləməmişəm. Yox, sən mənim üçün hər şey Mən eləmisən. də fikirləşmişdim Ay, ki, kinoya bilirsən bakarım. ki, mən o mənada demək istəmirdim. İkisi popcorn yemedi. Ama dedim bugün ala. Nigar, yaxşı fikrimi dəyişdim, ayrılmıram səndən. Yaxşı, gedim popcorn hazırlayayım gəlirəm. Səndəki duzlu olsun.